Salam, hər vaxtınız xeyir olsun. Mən Dost Akademi Təlim və Tədris Mərkəzinin Azərbaycan dili və metodika müəllimi Solmaz Məmmədova sizlərə tədris mərkəzimiz tərəfindən 9 mart tarixində 4-cü sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanında istifadə olunmuş Azərbaycan dili və riyaziyyat suallarının izahını verəcəyəm. İlk 20 sual Azərbaycan dili suallarının izahı olacaq, növbəti 20 sual isə riyaziyyat suallarının izahı olmuş olacaq. Başlayaq sualların izahına. Sual 1. Hansı söz həm sifət, həm də isim kimi işlənə bilir? Qol isimdir. Minmək feili var, min sayı var. Sarı sifəti var, sarı rəng. Sonra sarımaq feili var. Dolu sifət və isim kimi işlənə bilir. Bir var deyirəm dolu yağdı, nə yağdı? Dolu yağdı, dolu ismi. Bir də var deyirəm ki, məsələn, dolu qadın, yəni kök qadın. Burada isə dolu sifət kimi işləndi. C variantı. Sual 2. Hansı sözdə şəkilçi fərqli tələffüz olunur? Acıqlı, acıq. Burada sözün kökü fərqli tələffüz olundu. Köynək, sözün kökü fərqli tələffüz olunur. Qədim, tələffüzdə fərqli məqam yoxdur. Yazılış və deyilişdə fərqli məqam yoxdur arada. Cəsarətlə, cəsarətlə. Cəsarət sözün köküdür, lə şəkilçidir. Şəkilçi fərqli tələffüz olunur. Cəsarətlə B variantı. Sual 3. Niçbin sözü ilə bağlı doğru fikir göstərin. Niçbin alınma sözdür, düzdür. Çünki samit saitdən çoxdur. Sonra samitlər yanaşı işlənib. Alınma sözdür. Cavab elə A-dır. Əsl Azərbaycan sözü səhvdir. 4 hecalıdır, xeyr 2 hecalıdır. 2 hecalıdır. Sözdə 2 sayı səs var. Niçbin pis görmək deməkdir. Xeyr, bədbin pis görmək deməkdir. Niçbin yaxşı görmək deməkdir. Burada cavab oldu A variantı. Sual 4. Hansı söz mürəkkəb sözdür? Çayxana düzəltmədir. Çay sözün kökü xana şəkilçi. Üzümçülük düzəltmədir. Üzüm sözün kökü çü şəkilçi, lük şəkilçi. Sırağacun sadə sözdür. Məmmədəli mürəkkəb sözdür. Məmməd və Əli sözlərinin birləşməsindən yaranmışdır. Uyğunsuzluğu müəyyən edin. Gözəllik nə? İsim. Oxumaq nə etmək? Fiil. Sürətlə danışdı. Necə, nə tərzdə, sürətlə də zərfdir, düzdür. Gözəllik isim, oxumaq feil, sürətlə zərf. Neçənci say deyil, neçənci sual əvəzliyidir. Sayı əvəz edən sual əvəzliyidir. Neçənci say deyil, əvəzlikdir. C variantı. Hansı söz çox mənalıdır? 40 amonimdir. Bir var 40 sayı, bir də var 40maq feili. Qala da amonimdir. Bir var qala, bir də qala ismi, bir də var qalamaq feili. Sol da amonimdir. Bir var sol tərəf, bir var solmaq feili. Getmək çox mənalıdır. Bir var evə getmək, məktəbə getmək, işə getmək. Bu həqiqi mənadadır. Bir də var deyirəm ki, məsələn, fikrə getmək, riskə getmək. Bu məcazi mənalıdır. Çox mənalıda da ilkin məna, həqiqi qalan mənalar məcazi olaraq cavab oldu C variantı. Sual 7. Məntiqi ardıcılığı tamamlayın. Q samiti sözün əvvəlində işlənə bilir. Məsələn, qələm düzdür. Cingitli samitdir, q düzdür. Demək, düzgün fikir tapacaq. Söz sonunda qoşu işlənə bilmir. Burada söz sonunda olmalıdır. Onun da yazılıb. Söz sonunda qoşu işlənə bilmir. Səhvdir, işlənə bilir. Məsələn, haqq. Yazıldığı kimi tələffüz oluna bilmir. Səhvdir, oluna bilir. Məsələn, qələm. Söz sonunda işlənə bilmir. Səhvdir, işlənə bilir. Məsələn, yarpaq. Çay qarşılığı k düzdür. Q. Sual 7-də cavab D. Hansı bəndəki sözlərdə k-yi q-ğa əvəzlənməsi baş vermir? Köynəyi, bayrağı, küləyi, yatağı, işığı, gəlməyi burada olur. Amma ittifağı, iştirai olmur. Cavab C variantıdır. Sual 9. Yalnız qrammatik mənası olan söz hansıdır? Köməkçi nitq hissələrinin, şəkilçilərin yalnız qrammatik mənası olur. Leksik mənası olmur. Görə, sevimli, dəryaca, təkəbbürlü. Görə qoşmadır. Məsələn, sənə görə, ona görə. Qoşmadır. Köməkçinin qısasında yalnız qrammatik mənası olur. Cavab A variantıdır. Sual 10. Qoşu samitlərdən birincisi kar, ikincisi cingitli tələffüz olunmur. Pık, qıltı, hət, da, cüp, bultu. Bunlar da dəyişdi. Amma şəffaf, qoşa fıllar dəyişməyəcək. Cavab oldu D variantı. Yəni, hər ikisi kar tələffüz olunur. Cingitli olanı yoxdur. Sual 11. Nazim, Arif və Nadir imtihana birlikdə hazırlaşırdılar cümləsində köməkçinin qısasının funksiyasını göstərin. Sözlərə qoşularaq müəyyən mənaçıları yaradır. Burada və bağlayıcısı var. İndi və bağlayıcısına bağlı fikir seçməliyik. A'dakı fikir qoşmaya aiddir. Cümlələrin, sözlərin təsir gücünü artırır. Bu ədata aid olan fikirdir. Danışanın hiss və həyəcanını bildirir. Bu nidaya aid olan fikirdir. Cümlələri sözləri bir-birinə bağlayır. Bu bağlayıcıya aiddir və bağlayıcısına aiddir. Cavab B variantıdır. Verilmiş fikirlər aiddir. Leksik mənası olmur.
heç bir suala cavab vermir, yalnız qrammatik mənası olur. Köməkçili qisələr, əsas nitq qisələr, eyniköklü sözlər, çoxmənalı sözlər. Yalnız qrammatik mənası olur, leksik mənası olmur, heç bir suala cavab vermir. Bu köməkçili qisələrinə aiddir. Cavab A variantıdır. Köməkçili qisələri hansılardır? Qoşma, bağlayıcı, ədat, modal sözlər, nida. Sual 13. Aşağıdakı sözlərdə neçəsi qoşma sayılır? Amma bağlayıcıdır. Kimi qoşma? 1. Məsələn, ancaq bağlayıcısı var, ədatı var. Sonra qədər qoşma, kimi qoşma, qədər qoşma, sarı qoşma. Məsələn, sənin kimi, sənin qədər, sonra sənə sarı, sarı da qoşma. Ki bağlayıcısı var, ədatı var. Demək, kimi, qədər, sarı. 3 dənə qoşma işlənib. D variantıdır. Verilənlərdən biri zərfin sualı deyil. Nə zaman yer zərfinin sualı, necə, təz hərəkət zərfinin sualı, məsələn, sürətlə danışır, necə danışdı, harada yer zərfinin sualı, nə zaman zaman zərfinin sualı oldu, necə təz hərəkət zərfinin sualı, harada yer zərfinin sualı, hansı sifətin sualıdır, necə, nə cür, hansı. Həmçinin sıra sayında da hansı sualını vermək olur? 5-ci sinif, neçənci sinif, hansı sinif? Cavab D-dir. Sual 15. Aygün Şah İsmayıl Xətainin əsərlərini sevə-sevə oxuyur cümləsindəki mürəkkəb adı göstərin. Aygün Şah İsmayıl Xətai əsərlər sevə-sevə. Mürəkkəb ad deyir. Mürəkkəb ad Şah İsmayıl Xətaidir. B variantı. Sual 16. Məncə təhsil parlaq gələcəyin təminatıdır cümləsində hansı köməkçinin qısası işlənmişdir? Məncə burada nədir? Fikrin mənbəyini bildirən modal sözdür. C variantı. Verilmiş sözlərdən birində tələffüz zamanı q samiti q səsini ifadə edir. Həmin sözü göstərin. Balıq, x, qırıq, x, sınıq, x. Amma şəfəq olur nə? Şəfəq. A variantı. Sual 18. Həyat onu ağır sınaqdan keçirdi cümləsindəki ağır sözünü hansı sözlə əvəz etsək cümlənin mənası dəyişməz. Ağır sınaqdan, güclü, dəhşət, qorxunc, çətin. Ağır sınaqdan keçirdi, çətin sınaqdan keçirdi. D variantıdır. Məna dəyişmir. Güclü sınaq, dəhşət sınaq, qorxunc sınaq olanda məna dəyişir, amma çətin sınaq olanda dəyişmir. D variantı oldu. Sual 19. Azaltma dərəcəsində olan sifəti seçin. Açıq ürəkliyi adi dərəcədədir, sapsarı çoxaltmadadır, təmiz adi dərəcədədir, göytəhər. Təhərlə bilirəm ki, bu azaltma dərəcəsindədir. B variantı. Sual 20. Xitab cümlənin sonunda gələrsə qaydanı tamamlayın. Hər iki tərəfində vergül qoyulur, bu cümlənin ortasında gələndə hər iki tərəfdən vergül qoyulur. Özündən sonra vergül qoyulur, cümlənin əvvəlində gələndə özündən sonra vergül qoyulur. Vergül qoyulmur, yox. Demək, özündən əvvəl vergül qoyulur. Xitab cümlənin əvvəlində işləndə özündən sonra, ortasında işləndə hər iki tərəfdən, sonunda işləndə isə özündən əvvəl vergül qoyulmuş olur. Xitab cümlənin sonunda gələrsə özündən əvvəl vergül qoyulur. Cavab C variantıdır. Və Azərbaycan dili suallarının izahı yekunlaşdı. Keçək riyaziyyat suallarının izahına. Sual 1. Tamaşaya dəvət olunan qonaqların 120 nəfərindən 13 nəfəri tamaşaya getdi. Neçə nəfər tamaşaya getməyib? 120 nəfərdən 13 nəfəri tamaşaya gedib. Tapım görüm neçə nəfər tamaşaya gedib? 120-ni böləcəm 10-a, vuracam 3-ə. 120-ni 10-a böləndə 12, 12-ni 3-ə vuranda 36. 120 nəfərdən 36 nəfəri tamaşaya gedib. Neçə nəfər tamaşaya getməyib? 120-dən 36-nı çıxıram, 84 nəfəri tamaşaya getməyib. Cavab B variantıdır. Sual 2. Hansı ədədi 2-yə bölüb qismətdən 35 çıxsaq 57 alınır. Tənlik qururam. Hansı ədədi 2-yə bölüb x böl 2 qismətdən 35 çıxsam çıx 35 bərabərdir 57. X böl 2 çıx 35 bərabərdir 57. X böl 2 nəyə bərabərdir? 35 ilə 57-ni cəmləyirəm. 92. X böl 2 bərabərdir 92-yə. X nəyə bərabərdir? 92 vur 2, 184. Demək, 184-ü 2-yə bölüb qismətdən 35 çıxsam 57 alınmış olacaq. 184 D variantı. Sonra sual 3. 135 çıx 28. 135-dən 28-i çıxanda neçə edir? 135-dən 28 çıxanda demək, 5-dən 8-i çıxanda 5-dən 8 çıxmaq olmur. 15-dən 8-i çıxıram 7, 2-dən 2-ni çıxıram 0, 1-də qalır. 135 çıx 28, 107 C variantı. Sual 4. Bağda 10 nar və 9 əzgil ağacı var. Hər nar ağacından 5 kiloqram nar, hər əzgil ağacından 7 kiloqram əzgil dərdilər. Cəmi neçə kiloqram meyvə dərdilər. Bağda 10 nar, 9 əzgil ağacı var. Hər nar ağacından 5 kiloqram nar, 10 nar ağacı var. Hərəsindən 5 kiloqram nar dəriblər.
10 nar ağacı var. Hərəsindən 5 kiloqram nar dərəndə onu vururam 5 eləyəcək 50. 9 əzgil ağacı var. Hərəsindən 7 kiloqram əzgil dərəndə 9-u vuracam 7-yə 63. 10 vur 5 50, 9 vur 7 63. Cəmi necə kiloqram meyvə dərdilər? 50 üzərinə gəlsin 63 113 kiloqram meyvə dərmiş oldular. A variantı. Sual 5. 112-dən hansı ədədin 3 qatına çıxsaq 97 edər? Yenə tənlik qururam. Hansı ədədin 3 qatına çıxsaq? 112 çıx 3x bərabərdir 97-yə. 3x bərabərdir. Demək, 112-dən 97-ni çıxıram 15. X də bərabərdir. Demək, 112-dən 97-ni çıxanda neçə elədi? 15. 3x bərabərdir 15-ə, x də bərabərdir nəyə? 5-ə. Demək, tənlik qurdum. 112 çıx 3x bərabərdir 97. 3x bərabərdir 112 çıx 97. 3x bərabərdir 15-ə, x də bərabərdir 15-i 3-ə böləndə 5. Demək, 112-dən 5-in 3 qatını çıxsam, yəni 5-in 3 qatını çıxsam, yəni 15-i çıxsam 97 etmiş olacaq. Hansı ədədin 3 qatı deyir? 5-in 3 qatı. C variantı. Sual 6. 45972 ədədini 10 minliklərə qədər yuvarlaqlaşdırın. 2 təklik, sonra 7 onluq, 9 yüzlük, 5 minlik, 4 də 10 minlikdir. 4 də 10 minlikdir. 4-ün üzərində dayanıram. 4-dən sonra 5 gəlir. 4-dən sonra 5 gəldiyi üçün 4 avtomatik 5-ə çevriləcək və 4-dən sonra gələn bütün rəqəmlər olacaq nə? 0. 4 burada 10 minlikdir. 4-dən sonra 5 gəldiyi üçün 4 5-ə çevrilir. Qalan rəqəmlər də olur 0. Demək, o da oldu hansı variant? D variantı. 50, demək, 50, 500, neçədir o 0 var orada baxaq. 50, 500, 50 mindir. 50, 500, 5000, 50 min. Sadəcə sıfırlar gözümün qabağında qarışdığı üçün bir neçə dəfə çaşdım. 4 dənə 0 var orada. 4 dənə 0-da demək 10 mindir, yəni 50 min. 4 5-ə çevrildiyi üçün bəli 50 min. Aha, cavab oldu D. Sual 7. Fidan anadan olanda bacısının 10 yaşı var idi. 15 il sonra onların yaşları cəmi neçə olar? Fidan anadan olanda, yəni Fidanın 0 yaşı olanda bacısının 10 yaşı var idi. İndi 15 ildən sonra Fidanın olacaq 15 yaşı, bacısının olacaq neçə yaşı? 25 yaşı. Fidan anadan olanda bacısının 10 yaşı var idi. Fidanın 0 yaşı olanda bacısının neçə yaşı var idi? 10 yaşı var idi. 15 il sonra Fidanın 15 yaşı olur. Bacısının da neçə yaşı olur? 10 üzərinə 15 gəlim 25 yaşı olur. 15 il sonra onların yaşları cəmini istəyir. 15-in üzərinə 25 gəlirəm. Yaşları cəmlisi olacaq 40 olacaq. B variantı. Sual 8. Verilmiş ədədlərin ədəd ortasını taparaq 43 ilə müqayisə edin. 39 üzərinə gəlsin 56, üzərinə gəlsin 73. Ədədi ortanı tapanda verilən ədədləri toplayıb sayına bölürük. 36 üzərinə gəlsin, daha doğrusu 39 üzərinə gəlsin 56, üzərinə gəlsin 73. Neçə eləyəcək? 168. 168 ilə böləcəm 3 yerə eləyəcək 56. Ədədi ortanı tapanda toplayıb sayına bölürəm. Topladım 3-ündə 168 elədi. 168 ilə böləcəm 3-ə 56. 56 ilə 43-ü müqayisə edirəm. 56 43-dən böyükdür. D variantı. Sual 9. 2 ədədin ədədi ortası 24-dür. Ədədlərdən biri 34-dür. Digər neçədir? Ədədin birini verib, birini verməyib. Demək, 34 üzərinə gəlsin x böl 2. Yenə də ədədi ortanı tapanda toplayıram, sayına bölürəm. 2 dənə ədəd daxil. Biri x-dir, biri 34-dür. 34 üzərinə gəlsin x böl 2 bərabərdir 24-ə. Sonra 34 üzərinə gəlsin x bərabərdir nəyə? 24 vur 2-yə. 34 üzərinə gəlsin x bərabərdir 24 2 var neçə eləyəcək? 48. X də bərabərdir 48-dən 34-ü çıxıram 14. Demək, digər ədəd neçədir? 14. 14 ilə 34-ü toplayıb 2-yə böləndə ədəd orta 24 etmiş olur. 14 A variantı. Sual 10. Kitab mağazasından birinci gün 27 kitab, ikinci gün 32 kitab, üçüncü gün
ikinci gün satılan kitabdan 14 ədəd çox kitab satıldı. Yəni 32-nin üzərinə 14 gəlirəm 46. 3 gün ərzində cəmi neçə kitab satıldı? 27 üzərinə gəlsin 32, üzərinə gəlsin 46. Üçüncü gün, ikinci gün satılanın 14 ədəd çox deyil axı. 32-nin üstünə 14 gəndə 46 edirdi. 27 üzərinə gəlsin 32, üzərinə gəlsin 46. 3 gün ərzində cəmi neçə kitab satıldı? 105 kitab satılmış oldu. C variantı. Sual 11. Hesablayın. Əvvəlcə mötərizənin içini hesablayıram. 3 16 üzərinə gəlsin 35. Eləyəcək 351. 351-dən də 27-ni çıxanda 324 A variantı. Sual 12. Tənliyi həll edin. Z çıx 266 bərabərdir 1030. Necə həll edirik? Çıxma olanda toplayıram. 1030-un üzərinə 266 gəlirəm. 1296 etmiş olacaq C variantı. Sual 13. Hansı ədəd 6-ya qalıqsız bölünür? Həm 2-yə, həm də 3-ə bölünənlər bilirik ki, 6-ya bölünür. Məsələn, 133 sonu 3 ilə bitib. 2-yə bölünmür. 597 sonu 7 ilə bitib, 2-yə bölünmür. 2-yə bölünməsi üçün sonu cüt olmalıdır. Demək, həm 2-yə, həm də 3-ə bölünənlər 6-ya qalıqsız bölünür. 133-də son 3-dür. 597-də son 7-dir. Yəni 3 də 7 də 2-yə bölünmür axı. 133 ilə 597 2-yə bölünmədi. Sonra 856 sonu 6 ilə bitib, 6 2-yə bölünürsə, demək, 856 da 2-yə bölünmüş olur. Demək, 856 2-yə bölünür, çünki sonu 6 cütlə bitib. Amma 3-ə bölünmür. Demək, 856 3-ə bölünmür, tam olaraq bölünmür. 133, 597 sonu təklə bitib 2-yə bölünmür. 856 2-yə bölünür, 3-ə bölünmür. 942 isə həm 2-yə bölünür, həm də 3-ə bölünür. 942 sonu 2 ilə bitib, cütlə bitib, demək 2-yə bölünəcək. Daha sonra bir də rəqəmlərin cəmləyəndə də 9 üzərinə gəlsin 4, üzərinə gəlsin 2, eləyəcək 15. Rəqəmləri cəmi də 3-ə bölünür. Sonuncu rəqəmi cütdür deyə 2-yə bölünür. Sonuncu rəqəmi cütdür deyə 2-yə bölünür. Rəqəmləri cəmi də 3-ə bölündüyü üçün 9 üzərinə gəlsin 4, üzərinə gəlsin 2, 15. Rəqəmləri cəmi də 3-ə bölündüyü üçün, demək bu 3-ə bölünür. Demək 942 həm 2-yə, həm 3-ə bölündüyü üçün 6-ya da qalıqsız bölünür. 942-ni də 6-ya böləndə eləyəcək 157. Cavab D variantıdır. Verilmiş fikir hansı variantı uyğundur? Böləni tapın. Necə olur? Bölünən, bölən qismət. A-da qismət, B-də bölünən, C-də hamısı var. Amma C-də 1050 bölünən, X bölən, 210 qismət, bölünən qismət, böləni tapın deyəndə C variantı olmuş olacaq. 15. Uyğunsuzluğu müəyyən edin. 1 kilometr 10.000 desimetr, 1 kilometr 1000 metrdir, 10.000 desimetrdir. Bu düzdür. 3 desimetr yazıb ki 30-300-3000 millimetr. Demək 3 desimetr 300 millimetr olmalıdır. 3 desimetr 300 millimetr olmalıdır. Cavab B variantıdır. 9 santimetr 90 millimetrdir. Burada səhvkidir bu. Demək 9 santimetr 90 millimetrdir. Orada yəni C'də 90 millimetrdir orada. Bir dənə M düşüb, səhv düşüb orada. 90 millimetrdir. 1 sentner 100 kiloqramdırsa, 7 sentner də 700 kiloqramdır. Bu düzdür. Demək, uyğunsuzluq orada olacaq. B variantı. 9 santimetr 90 millidir. Sadəcə manın biri yazılmayıb. Cavab qaldı B. 300 olmalıydı orada. Sonra sual 16. Bölmə əməlini yerinə yetirin. Demək 4440 bölü 4, 4 4-ə bölündə 1, 4 4-ə bölündə 1, yenə 4 4-ə bölündə 1, yerdə qalır 0. 1110 C variantı. Sual 17. Hansı ədədlər cütdür? Məsələn, B-də 9843 sonu 3 ilə bitib, C-də 9267 sonu 7 ilə bitib, D-də 2055 sonu 5 ilə bitib. Bunlar təkdir. 1050 sonu 0 ilə bitib, 3714 sonu 4 ilə bitib, 7896 sonu 6 ilə bitib. Bunlar isə
Cütdür A variantı. Sual 18. Günelin cəmi 17 şarı var. Şarlardan 8-i qırmızı, 6-sı isə mavidir. Şarlardan neçəsi yaşıldır? Demək, 8-i qırmızıdır, 6-sı mavidir. Demək, 14 şarı getdi. 17-dən 14-ü getdi, yerdə qaldı 3-ü. Şardan neçəsi yaşlı oldu? 17-dən 3-ü də yaşlı olmuş oldu. D variantı. Sual 19. Məntiqi aracılığı tamamlayın. 13, 39, 117. Demək, 13-ü 3-ə vurub 39, sonra 39-u 3-ə vurub 117, 117-ni 3-ə vuranda 351. C variantı. Və sonuncu 20-ci suala da baxaq. Ən böyük 3 rəqəmli cüt ədədlə ən kiçik 2 rəqəmli tək ədədin cəmini tapın. Ən böyük 3 rəqəmli ədədimiz 999-dur. Amma cüt ədəd deyirsə 998-dir. Ən böyük 3 rəqəmli cüt ədədimiz 998-dir. Ən kiçik 2 rəqəmli ədədimiz 10-dur. Amma ən kiçik 2 rəqəmli tək ədəd deyirsə 11-dir. Demək ki, ən böyük 3 rəqəmli cüt ədəd 998-dir. Ən kiçik 2 rəqəmli, ən böyük 3 rəqəmli cüt ədəd 998, ən kiçik 2 rəqəmli tək ədəd 11. Bunları toplayanda 998 üstə gəlsin 11, 1009 D variantı və bununla da sualların izahı yekunlaşdı.